İlham idi. O, kitabları sevən, oxuyan idi. İlham kiçik yaşlarından ali məktəbə qəbul olmaq istəyirdi. Ancaq onun bir problemi var idi. O bilmirdi ki, hansı kitabları oxusun. Və o, düşünməyə başlayır. Gələcəkdə mənə uğur, şan-şöhrət gətirsin. Elə ixtisas seçməliyim ki, gələcəkdə insanların yanına hörməti olsun. Bəlkə kitablarla böyüdürüm, yox, mümkün deyil. Kitablar cansız varlıqlardır. Mən onlarla necə diyaloqa gireyim? Və bu zaman riyaziyyat öz sözünü alır. İlham, sən mənə öyrət, elmlərin şahıyam. Mənə öyrənəniysən, uğur tapar həyatda. Mənsiz olmaz olmaz. İlham, sən mənə öyrət, elmlərin şahıyam. Mənə öyrənəniysən, uğur tapar həyatda. Mənsiz olmaz olmaz. İlham, sən mənə öyrət, elmlərin şahıyam. Mənə öyrənəniysən, uğur tapar həyatda. Mənsiz olmaz nə tükənlər bazarda. Riyaziyyatı bilməsən, uğur əldə etməzsən. Riyaziyyat düz deyil. Gerək mən riyaziyyatı yaxşı oxuyum. Riyaziyyatı oxusam, mən gələcəkdə uğur tapa bilərəm. Riyaziyyat elmlərin şahıdır. Mən onu oxumalıyam. Riyaziyyatın danışdığını eşidən Tarix danışmağa başlayır. İlham, məni oxumasan sən, inkişaf edəməzsən, irəlilik etməzsən, keçmişində gələcəyini bilməz, vətən tarixinizi bilməzsən adın tək. Mənim doğma tarixim, heç səni unutmaq olar. Keçmişini bilməyən gələcəyini unudar. Mən tarixi yaxşı oxumalıyam. Biz vətən uğrunda fəal olan igidlərimizin qarşısında baş əyirik. Və ana dili öz sözünü alır. İlham, mənə qulaq as. İlham, eşit sözümü, söyləyəcəm düzünü. Bütün fənlər vacibdir, amma onlar sən öyrənirsən mənimlə. Öz dilini bilməsən, digər fənləri də bilməzsən. Mənim doğma dilim. Təbii ki, mən səni də oxuyum. Mənim doğma dilim, mən səni də oxumam. Mənim doğma dilim, əlbəttə mən səni də oxuyacağım. Sən düz deyirsən, əgər mən səni oxumasam, digər fənləri də oxuya bilmərəm. Artıq mən öz qərarımı verdim. Mən ilk olaraq ana dilimi biləcəm. Bir milləti məhv etmək üçün birinci onun dilini məhv etmək lazımdır. Beləliklə, o xalq yer üzündən silinər. Və artıq İlham böyüdü. Ali məktəbin bir tələbəsidir. Artıq hüquq fakültəsinin bir tələbəsidir. Artıq o bir gəncdir. Mən artıq hüquq fakültəsinin bir tələbəsiyim. Mən ilk olaraq ana dilini oxuduğuma görə çox xoşdayım. Azərbaycan mənim elim, Azərbaycan mənim dilim. Doğransam da dilim, başlar gəlişlərdir, ana dilimi öyrəndim. Bir gəncdir. Artıq o İmtahan Ali məktəbin hüquq fakültəsinin bir tələbəsidir. O artıq gəncdir. O artıq bilir ki, hansı məqsədə çatmış olduğunu artıq bilir. Mən artıq ali məktəb tələbəsiyim. Artıq İlham bir gəncdir. O ali məktəbin bir tələbəsidir. O hüquq fakültəsinin bir tələbəsidir. Artıq o öz qərarını vermişdir. Mən hüquq fakültəsinin bir tələbəsiyim və mən ilk olaraq ana dilini seçdiyimə görə çox xoşbəxtəm. Azərbaycan mənim elim, Azərbaycan mənim dilim. Doğransam da dilim, başlar gəlişlərdir, ana dilimi öyrəndim. Səndən ilk dəfə ana söyləyirik, biz ana dili adlanır, bizim ilk dəfliyimiz. İlk mahnının bayramı anamız üstücü ilə içirik ruhumuza, bu dildə gülə-gülə. Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır. Bu dil bizim əhdi peymanımızdır. Bu dil tanıtmış bizə bu dünyada hər şeyi. Bu dil əcdadlarımızdan bizə miras verdiyi qiymətli xəzinədir. Onu gözlərimiz tək qoruyur. Biz də gələcək nəsillərə hədiyyə verək. Bizim uca dağların sonsuz əzəmətində, yetirdiyi uca dağların sonsuz əzəmətində, yatağına sığmayan çayların üzərində, bu torpaqdan, bu yerdən, elin bağından qopan yanıqlı əvvələrdən, güllər rənglərindən, çiçəklərin iyindən, bir düzünün muğanın sonsuz genişliyindən, axsaslı babaların əqlindən, kamalından, düşmən üstünə cüman o qıratın nalından, qopan səsdən yarandı, sən xalqımın aldığı iş nəfəsdən yarandı. Firaq sürücü. Abid yıxmağa, vilka yox çəngəl, soncu çatır. Bir də. Qapı yox atlar. Üstü yox çılçıraq. Bir də. Üstü yox çılçıraq. Ay sağ ol. Gözlük. Gözlə.